dinlərin iqtisadiyyat üzərində olan təsiri artıq sübut olunmuşdur. Bəs İslam dini modern kapitalizmdə biznes mühitinə uyğun gəlirmi, gəlmirmi? Buna baxanda bir müsəlman olmamışdan qabaq nədir? La ilahe illallah və Muhammedun Resulü və bu onu deyir ki, əslində Allahla onun arasında olan bir müqavilədir və bundan sonra o öz peyğəmbərinin həyat tərzini və Quranda olan əmrləri heç bir şək şübhə eləmədən qəbul edir və öz yaşayışını da bu müqavilə əsasında formalaşdırmalıdır və biz Qurana da baxsaq, nə görürük orada? Halallıqdan, tərəzidə aldatmamaqdan, şəffaflıqdan danışır. Eyni zamanda Peyğəmbərin həyatına baxanda bizim müsbət cəhət nədir? Peyğəmbərimiz tacirlikdən gəlib, modern dildə desək nədir? Biznes mühitindən gəlib və yenə onun da həyatında biz çoxlu hədislər görürük və bu da bizə bir necə kompas ola bilər. Yəni bir müsəlmanın böyük bir biznes idarə etməyi üçün heç də la ilahe illallah yerinə laissez faire, laissez passer deməyinə ehtiyac duyulmur.